Salam, güvən 20-li sınağın birinci sınağı. Baxırıq, doğru olmayan sıraları müəyyən eləyin. 1. Kolluq. Kolun işarəsidir, tək koldur. Tək kolda miqyassızdır, bu doğrudur. İkinciyə baxırıq, körpü, konturlu. Xeyr, körpü konturlu deyil, miqyassızdır. Özü metal körpüdür, miqyassızdır, yanlışdır. Deməli, üçüncü, yazıb ki, meyvə bağı. Meyvə bağı miqyassız. Bağ miqyassız necə ola bilər? Bağ miqyaslı, konturlu və yaxud da sahəvidir. Bu da yanlışdır. Dördüncü, seyrək meşədir. Seyrək meşədə meşədir. Ağzımıza meşə deyirik. Meşə bir konturlu bir sahə tutacaq. Doğrudur. Və nəhayət şose yolu xəttidir. Bəli, doğrudur. Yol xəttidir. Deməli, yanlış olanlarımız 2 və 3'dür. Növbəti suala baxırıq. Hansı coğrafi enlikdə qütb ulduzu daha böyük bucaq altında görünər? Demişik ki, qütb ulduzu cənub yarımkürəsində görünməz. Qütb ulduzu şimal yarımkürəsində görünər. Və enliyin dərəcəsi neçədirsə, qütb ulduzu o qədər bucaq altında görünər. Məsəl üçün biz deyirik ki, 40 dərəcəli enlikdə, yəni Azərbaycan 40 dərəcəli enlikdə yerləşir. 40 dərəcəli enlikdə qütb ulduzu 40 dərəcə bucaq altında görünər. Yəni 40 dərəcə şimal enliyində 40 dərəcə bucaq altında görünər. Yəni biz qütbə yaxın, ən yaxın olan enliyi seçməliyik. Burada da fikir veririk, cənubları silirik. Cənubda qütb ulduzu görünməz. 70 dərəcə şimal enliyini seçirik. Cavab olur Y bəndi. Növbəti 3-cü suala baxaq. Uyğunluq gözlənilmişdir. Aha, deməli, ədədi miqyası xətti miqyasa çevirib. 1 bölünsün 850 min. 1 bölünsün 850 mini kilometrə çevirəndə 5 sıfır silirik. O da eləyir 8,5 kilometr. 1 doğrudur. İkinciyə baxırıq. 1 bölünsün deməli 30 min. 30 mini metrə çevirəndə 2 sıfırı silirik. Eləyir 1 bölünsün 300 metr. 2 də doğrudur. Baxın 300, 600, 900, yəni 300 artıb. Deməli 3'ə baxırıq. 1 bölünsün 6 milyon 600 min. Bu da 5 sıfırı siləndə deməli 3, 4, 5 sıfırı siləndə eləyir 660 kilometr. Yanlışdır. 4'də 1 deməli metrə çeviririksə 2 sıfır silirik. 200 metr. 1, 2, 4 doğru cavabımızdır. Doğru cavab A bəndidir. Digərlərinə baxaq, səhvləri tapaq. Yəni 23 min santimetri metrə çevirəndə 2 sıfırı siləcəyik. 230 olmalıydı cavab. 5 yanlışdır. Digərini isə kilometrə çevirəndə 5 sıfır silməliyik. Burada 5 sıfır siləndə 70 kilometr qalmalıdır. Bu da yanlışdır. Doğru cavabımız 1, 2 və 4'dür. Nəhayət 4-cü sualımıza baxırıq. Planda ölçüləri təyin edilə bilməyən şərt işarələri müəyyən edin. Şose yolu suvarma kanalı. İkisi də xətti miqyasla, yəni xətti şərt işarələrlə təyin olunacaq. Ona görə ölçüləri təyin edilə biləcək. Amma telegüllə, taxta körpü, dayanacaq, bunlar miqyassız şərt işarələrdir. Telegüllənin nöqtədir, miqyası yoxdur. Dayanacaq nöqtədir, miqyası yoxdur. Taxta körpünü necə miqyasını təyin eləmək olar? Heç cürə. 3, 4, 5 cavab olur C bəndi. Amma meyvə bağıdır, meşədir, səhradır, kolluqdur, göldür. Bunların sahəsini müəyyən etmək mümkündür. Cavab 4-cü sualda C bəndi. 5'ə baxırıq. Avrasiya materiki hansı yarımkürə və ya yarımkürələrdə yerləşmir? Avrasiya materiki deyiriksə biz adalarsız nəzərdə tuturuq. Məsəl üçün deyirik Avrasiya materikinin ucqar cənub nöqtəsi Piyay burnudur. Piyay burnu da şimal yarımkürəsində yerləşir. Deməli adalarsız Avrasiya materiki şimal yarımkürəsində, qərb və şərq yarımkürəsində yerləşir. Bu zaman hansı yarımkürədə yerləşmir? Cənub yarımkürəsində yerləşmir Avrasiya materiki. Cavab olur B bəndi. İndi baxırıq bir dəqiqə xəritəyə. Baxırıq xəritəyə. Fikir verirsiniz, Avrasiya materikinin ucqar cənub nöqtəsi Piyay burnudur, o da şimal yarımkürəsidir. Bəs qərbə hara düşür? Ucqar şərq nöqtəsi 180 dərəcədən kəsib şərqə keçdiyinə görə biz dedik 180 dərəcədən şərq qərb yarımkürəsidir. Yəni bax bura Dejinyev burnu qərb yarımkürəsində yerləşir.
Həmçinin Greenwich meridianında kəsir Avrasiya materiki, ona görə qərb, şərq və şimal yarımkürəsində yerləşir, amma Avrasiya materiki cənub yarımkürəsində yerləşmir. Növbəti davam edirik. Xəritə sxemdəki təsvir üsulunu müəyyən edin. Fikir verirsiniz, eyni hündürlük şkalası verilib, eyni hündürlüyə malik nöqtələri birləşdirən xətlər göstərilib. Burada izohipslər göstərilib, horizontallar göstərilib. Deməli, izoxətlər üsulundan istifadə olunub. Cavab Y bəndi. Növbəti 7-ci sual. Eyler-Venn diaqramını tamamlayan bəndi müəyyən edin. Ümumi coğrafi xəritələr, bir də tematik xəritələr. Bunların ikisinə də aid olan biz variantı seçməliyik. Üzərində bütün coğrafi obyektlər eyni səviyyədə təsvir edilir. Bu ümumi coğrafi xəritələrə aiddir. Riyazi əsaslı təsvir vasitəsidir. Bəli, hər ikisində miqyas olduğuna görə hər ikisi riyazi əsaslı təsvir vasitəsidir. Cavab B variantıdır. Sinoptik xəritələr bu qrupa aiddir. Xeyr, sinoptik xəritələr kompleks xəritələrə aiddir. Hər hansı bir mövzu və ya hadisə daha müfəssəl təsvir edilir. Bu tematik xəritədədir. Çünki tematik xəritədə bir tema, bir mövzudan bəhs olunur. İqlim qurşaqları, torpaq, bitki örtüyü bu tip xəritələrdə təsvir olunur. Bu da doğrudur. Doğru cavabımız 7-ci sualda B variantı. 8-ə baxırıq. Hansı coğrafi hadisə daha gec baş vermişdi? İlk dünya səyahəti. İlk dünya səyahəti 1519-1521-ci ildə Fernand Magellan tərəfindən səyahət olunubdur. Amerikan kəşfi 1492-ci ildə Christopher Columbun adına bağlıdır. Avropadan Hindistana gedən dəniz yolunun açılması 1498 Vasco da Gama. Antarktidanın kəşfi 1820 Bellingshausen Lazarev. Avstraliyanın kəşfi 18-ci əsrin 60-70-ci illəri, təxminən 1860-1870-ci illəri əhatə eləyir. Ona görə ən gec baş vermişdi. Hansı? Təbii ki, 18-ci əsrin 60-70-ci illəri Avstraliyanın kəşfi nəzərdə tutulacaq. Cavab olur Y bəndi. İndi növbəti 9-cu suala baxaq. Daşkəsən və Gəncə şəhərləri arasında məsafə Salyan və Neftçala şəhərləri arasındakı məsafəyə bərabər olub 40 kilometr təşkil edir. Bu məsafə Daşkəsən və Gəncə şəhərləri arasında ərazini təsvir edən birinci xəritədə 4 cm, ikinci xəritədə 8 cm bərabərdir. Deməli, bir xəritədə Daşkəsən və Gəncə tərtib olunub, digər xəritədə də Salyanla Neftçala tərtib olunub. Hər ikisində həqiqi məsafə bərabərdir. Yəni, Daşkəsənlə Gəncə arasında da, Salyanla Neftçala arasında da məsafə 40 kilometrdir həqiqətdə. Həqiqi məsafələri 40 kilometrdir. İndi birinci xəritədə, yəni Daşkəsənlə Gəncənin xəritəsində, Daşkəsənlə Gəncə arasında məsafə 4 cm qeyd olunub xəritədə. Salyanla Neftçalanın xəritəsində isə Salyanla Neftçala arasında məsafə 8 cm qeyd olunub. İndi sizcə hansının miqyas? İndi bundan əsasən doğru fikri müəyyən eləməliyik. Fikir verin, həqiqi məsafə ikisində də eynidir. Yəni, eyni həqiqi məsafəni tərtib eləyirik. Lakin birinci xəritəmiz 4 cm, ikinci xəritəmiz 8 cm-dir. Xəritədəki məsafə böyükdürsə, deməli bu böyük miqyaslıdır. Xəritədəki məsafə kiçikdirsə, deməli bu kiçik miqyaslıdır. Kiçik miqyaslı xəritəni daha çox kiçildirlər, daha çox generalizasiya məruz qoyurlar. Kiçik miqyaslı xəritələrdə generalizasiya böyük olur. İndi biz onu tapmalıyıq. Deyir, birinci xəritədə generalizasiya daha kiçikdir. Xeyr, daha böyükdür. Çünki kiçikdir miqyası. İkinci xəritə miqyası daha kiçikdir. Xeyr, ikinci xəritə miqyası daha böyükdür. Çünki xəritədəki məsafə böyükdür. Xəritədəki məsafə böyükdürsə, miqyas da böyükdür deməkdir. Hər iki xəritədə kiçiltmə dərəcəsi eynidir. Xeyr, eyni deyil. Kiçiltmə dərəcəsi eyni olsa, ikisinin də arasında 4 cm məsafə olardı. Birinci xəritənin miqyası daha böyükdür. Bəli, doğru, səhvdir. İkinci xəritənin miqyası böyükdür. İkinci xəritədə obyektlər daha müfəssəl təsvir olunmuşdur. Doğrudur. İkinci xəritədə obyektlər daha müfəssəl, daha dəqiq təsvir olunub. Müfəssəl, dəqiq deməkdir. Doğru cavabımız oldu Y bəndi. Növbəti suala baxırıq. Həqiqi sahəsi 100 kvadrat kilometr olan bataqlığın xəritədəki sahəsi 4 cm kvadratıdır. Xətti miqyası müəyyən edin. Əvvəla miqyası tapaq. Miqyas buradan nəyə bərabərdir? Həqiqi sahəni bölürük xəritədəki sahəyə. Həqiqi sahəni xəritədəki sahəyə böləndə eləyib neçə? 25.
Yəni kökün altında 25. Çünki düsturumuz necə idi? Kök altında 100 bölünsün 4. Yəni kök altında həqiqi sahə bölünsün xəritədəki sahə. Bu da kök altında 25, buradan da 5 çıxacaq. İndi xətti miqyasa baxaq. Fikir veririk 5, burada kilometr, burada da 5 artıb. Cavab elə A variantıdır. Növbəti sualımız. Hansı alim iqtisadi coğrafiya terminini elmə gətirilmişdir? Lomonosov ilk dəfə iqtisadi coğrafiya terminini elmə gətirib 1760-cı və 61-ci illəri əhatə eləyir və buna da Avropada insan coğrafiyası deyiblər. 12-ci sual. Bir bölünsün 60 milyon miqyaslı xəritədə şimal coğrafi qütbündən K nöqtəsinə qədər ən qısa məsafə neçə santimetr olar? 90 dərəcəlik qütbdən 60-a qədər 90-dan 60-ı çıxırıq, eləyir 30 dərəcə. 30 dərəcə məsafə var. Meridional istiqamətdə olduğuna görə fərq 30-u vururuq 111-ə. Bu da eləyir 3330. 3330 kilometr. Həqiqi məsafəmizi tapdıq. Həqiqi məsafəmizi tapdığımıza görə bunu silim ki, qarışmasın. Həqiqi məsafəmiz 3330 kilometr. Miqyasımız 1 bölünsün 60 milyon. İndi gəlin bu 1 bölünsün 60 milyonu biz izahlı miqyasa çevirək. Bu zaman 600. 600 olur. 5 sıfırı silirik, qalır 600. 3330-u, yəni həqiqi məsafəni miqyasa bölərkən xəritədəki məsafəni tapırıq. 3330-u da 600-ə böləndə eləyir 5,55. Cavab olur. Cavab olur Y bəndi. 13-cü suala baxaq. Dünyanın siyasi xəritəsinə əsasən nəyi müəyyən etmək olmaz? Siyasi xəritəyə əsasən ölkələrin sərhəddini, nəyinsə coğrafi mövqeyini, yerini, qonşuluq mövqeyini, sahil xəttlərini müəyyən eləmək mümkündür. Amma dağ və düzənlik fiziki xəritələrdə göstərilir. Cavab olur A bəndi. Çünki dağ və düzənlik fiziki xəritələrdə qeyd olunur. Cədvəldə 4 inzibati rayonunun sahəsi verilmişdi. Bu rayonların xəritələri ayrı-ayrılıqda ölçüsü 30 vurulsun 50 cm olan kağızda təsvir edilərsə, həmin xəritələrin miqyaslarına görə kiçikdən böyüyə doğru sırasını müəyyən edin. Fikir verirsiniz, burada xəritədə ən belə deyək də, həqiqi sahəsi ən böyük olan Xocavənd. Xocavənd daha kiçik olacaq. Çünki hər biri eyni belə deyək də vərəqdə, eyni ölçüdə tərtib olunur. Deməli Xocavəndi daha böyük olduğuna görə ərazisi daha çox kiçildəcəyik. Daha sonra gələcək Cəbrayıl, daha sonra Xocalı, ən nəhayət Şuşa. Şuşa digərlərinə nəzərən daha az kiçiləcək. Cavab olur 2, 4, 3, 1 A bəndi. Dejinyo və Bering hansı materikin ucqar şərq hissələrinin öyrənilməsində iştirak edib? Avrasiya materikinin. Avrasiya materikinin ucqar şərq nöqtəsi Dejinyo burnudur. Zaten Avrasiyanın şərqindən Şimali Amerikaya keçidi də Bering kəşf edilibdir. 16-cı suala baxaq. Euler-Venn diaqramını tamamlamayan bəndi müəyyən edin. Yəni, yanlış variantı müəyyən edin. 30 dərəcə şərq uzunluğundan 70 dərəcə şərq uzunluğunun oxşar cəhətlərini seçirik. Bu cavabımız deyil, amma oxşar cəhəti olmayan, yəni yanlış olan cavabımızdır. Avrasiya Antarktida materiki ilə kəsişir. Bəli, hər ikisi Antarktida materiki bütün ümumiyyətcə meridianlar gedir Antarktida materikində birləşir. Ona görə həm Şimal Buzlu Okeanı, həm Antarktida materiki qütbdə yerləşdiyinə görə bütün meridianlar orada var. Avrasiyada da 30 dərəcə şərq uzunluğu da var, 70 dərəcə şərq uzunluğu da. Ona görə bu olmaz. 1 dərəcəlik qövsünün uzunluğu təqribən 111 kilometrdir. Bütün meridianlar bir-birinə bərabərdir. Bütün meridianların 1 dərəcəlik qövslərinin uzunluqları 111 kilometrdir. 40 dərəcəlik şimal enliyi üzrə Bakı şəhərinə qədər ən qısa məsafə 1708-dir. Gəlin baxaq. 50 dərəcə 30 ilə 70 arasında yerləşir. Bununla da bunun arasında 20 dərəcə fərq var. Bununla da bunun arasında 20 dərəcə fərq var. 20-ni də 85,4-ə vuranda 1708 kilometr eləyir. Deməli, bu da deyil. Qərb və şərq yarımkürələrinin sərhəddini təşkil eləyir. Qərb və şərq yarımkürələrinin sərhəddini bir 180 dərəcəli meridian təşkil eləyir. Bir də Greenwich meridianı. O zaman yanlış cavabımız D variantıdır. Şimal Buzlu Okeanı ilə birləşir, bu da kəsişir, bu da doğrudur.
Doğru cavabımız D variantı oldu. Çünki D variantı heç birisinə aid deyil. 17-yə baxırıq. Sxemdə kəsmə yüksəkliyi neçə metr olmalıdır ki, A nöqtəsinin mütləq hündürlüyü 550 metr olsun. A nöqtəsinin mütləq hündürlüyü 550 metrdirsə, əgər 550-dən 450-ni çıxırıq, eləyir 100. İndi aradakı boşluğa baxırıq. 1, 2, 3, 4. Deməli, A ilə 450 arasında 4 dənə boşluq var. Fikir verirsiniz, 4 dənə boşluq var. O zaman 100-ü də 4-ə böləndə eləyir 25 metr. Cavabımız olur C variantı. Deməli, kəsmə yüksəkliyimiz 25 metr olsa, A nöqtəsi 550 metr olacaq. 18-ci sual. Deyir ki, deməli, hansı fikir doğrudur? 225 dərəcəlik üfüqün əsas cəhətinin azimutu. Xeyr, 225 dərəcə deməli uyğundur cənub-qərb istiqamətinə. Bu da üfüqün aralıq cəhətidir. Yanlışdır. Çünki bax belə bir xətt çəkirdik. Bura 0,360, bura 90, bura 180, bura deməli 270. 180 dəsə 45 gələndə 225 eləyir. Yəni cənub-qərb istiqamətini əhatə eləyir 225. Bu yanlış, A yanlış. Bakıda qütb ulduzu 50 dərəcə bucaq altında görünür. Xeyr, Bakı 40 dərəcə şimal enliyi olduğuna görə enlik neçə dərəcədirsə şimal yarımkürəsində qütb ulduzu da o qədər bucaq altında görünür. Bu da yanlışdır. Planda üfüqün cəhətləri dərəcə toruna görə təyin edilirdir. Ümumiyyətlə, planda meridian paralel yoxdur. Meridian paralel olmadığına görə dərəcə toru da yoxdur. Yamacın dikliyi artdıqca horizontallar arasında sıxlıq artır. Bu doğrudur. Nə qədər ki, horizontallar bir-birinə sıx çəkilir, yamac orada neyniyir? Dik olur. Məsəl üçün, burada fikir verirsiniz, horizontallar deməli, şərq tərəfdə sıxdır. O zaman şərq tərəf daha yamacı şərq tərəfdə daha dikdir. Y variantında deyir, yer səthində bir nöqtənin digər nöqtəyə şaquli xətt üzrə hündürlük fərqi ilə mütləq hündürlük deyilir. Yanlışdır, nisbi hündürlük deyir. 18-ci sualda cavab D variantıdır. 19-a baxırıq. Miqyası 1/300.000 olan xəritədə paletkadakı sahənin yer üzərində nə qədər sahə tutduğunu müəyyən edin. Aha, biz bilirik ki, paletkada bir kvadratın sahəsi 0,25 cm kvadratıdır. 4 dənəsinin sahəsi 1 cm kvadratıdır. Ümumilikdə sayaq görək burada neçə kvadrat var? 4, 8, 11, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23. 23 dənə bütövümüz var. İndi yarımçığa baxaq. 1 yarımçıq, 2 yarımçıq. Deməli, 2 yarımçığımız da bir bütöv deməkdir. 23-ün isə 1 gəldi, elədi 24 bütöv. 24 bütövü də bölürük 4-ə. Çünki 4 dənə damamız 1 cm kvadratıdır. Və yaxud da 24-ü vurmalıyıq 0,25-ə. 0,25 deyə 4də 1 deməkdir də. Ona görə 24-ü birbaşa 4-ə böldük, elədi 6 cm kvadratı. İndi biz tapdıq, paletkamızın sahəsi 6 cm kvadratıdır. Paletkamız 6 cm kvadratıdır. Miqyasımız 1/300.000-dir. Həqiqi sahəmizi tapaq. Həqiqi sahə bərabərdir. Miqyasın kvadratı vurulsun xəritədəki sahə. Miqyasın kvadratına 5, 3, deməli 5 0 siləndə qaldı 3. Miqyasın kvadratda oldu 9. 9-u da vuranda 6-ya eləyir 54 kilometr kvadratı. Cavab olur C bəndi. 20-ci suala baxaq. Bakı şəhəri coğrafi koordinatları 55 dərəcə şimal enliyi və 83 dərəcə şərq uzunluğu olan Novosibirsk şəhərindən hansı istiqamətdə yerləşir? Baxın, Bakının koordinatlarını çəkirəm. 40 dərəcə şimal enliyi, 50 dərəcə şərq uzunluğu. Bu oldu Bakı. İndi Novosibirskinin koordinatlarını çəkək. 55 dərəcə şimal enliyi, 83 dərəcə şərq uzunluğu. Bu da Novosibirskinin koordinatlarıdır. İndi Bakı Novosibirskdən deyir bu. Bakı Novosibirsk şəhərindən hansı istiqamətdə yerləşir? Bakı Novosibirsk şəhərindən cənub-qərb istiqamətində, yəni 225 dərəcə azimutda yerləşir. Cavab oldu cənub-qərb, yəni B variantı. Növbəti sualımız. Silindrik kartografik proyeksiyada hazırlanmış xəritədə ən az təhrif olunan regionu müəyyən eləyin. Silindrik proyeksiya ekvatorial əraziləri əhatə eləyir. İndi baxaq, ekvatorial ərazilərdə hansı materiklər var?
Fikir verirsiniz, hansı ərazini tərtib eləsək? Məsəl üçün, ekvator kəsən ərazilərə baxaq. Bax, bu əraziləri kəsir ekvator, bu qara xətti çəkdiyim ərazini. Yəni Mərkəzi Afrikanı, sonra Amazon ovalığını, Zond adalarını, yəni İndoneziyanı. Bax, bu ərazilər silindrik proyeksiyada tərtib olunacaq. Çünki silindiri keçirirlər, bax, yer kürəsinə. Yerdə kürə formasındadır. Bax, bu yer kürəsinin silindrə toxunan hissəsində tərif sıfıra bərabər olacaq. Bu toxunma hissəsi də ekvatorial ərazidir. Ona görə biz ekvatora yaxın ərazini seçməliyik ki, silindrik proyeksiyada tərtib eləyək və bu tərif orada sıfıra bərabər olsun. Məsəl üçün, deyir Şimali Asiya. Şimali Asiya ümumiyyətcə konus proyeksiyada tərtib olunar. Həmçinin Avropa konus proyeksiyada tərtib olunar. Çünki qütb ətrafı və mülayim enliklər konus proyeksiyada tərtib olunurdu. Qütblər ümumiyyətcə azimutal proyeksiyada tərtib olunar. Yəni bizə lazımdır silindrik proyeksiya. İndi gəlin baxaq görək hansı əraziləri qeyd edilibdir orada. Deməli, Şimali Avropa olmaz, Şimali Asiya olmaz, Şərqi Asiya olmaz, Mərkəzi Asiya olmaz. Amma Mərkəzi Afrika bayaqlarda qeyd elədik ki, Afrikanın mərkəzini, Kongo çökəkliyini, Amazon ovalığını, bir də Zond adalarını silindrə toxunduğuna görə, ekvatorun üzərində yerləşdiyinə görə silindrə toxunur, həmin ərazilərdə təhrif sıfıra bərabər olur. Deməli, cavabımız olur D variantı, Mərkəzi Afrika. Bakı şəhərinin yerləşdiyi paralel çevrəsinin uzunluğu. Bakı şəhəri yerləşir 40 dərəcəli şimal enliyində. 40 dərəcəli şimal enliyində 1 dərəcəlik qövsümüzün uzunluğu 85,4 kilometrdirsə və obşi çevrənin uzunluğu nəyə bərabər olacaq? Çevrə də 360 dərəcədir. 1 dərəcəlik qövsün uzunluğunu 360-a vururuq. Bu da eləyir 30.744 kilometr. Ümumiyyətcə, yadınıza qalsın. Bakı şəhərinin yerləşdiyi paralel çevrəsinin, yəni 40 dərəcəlik enliklərdə paralel çevrəsinin uzunluğu 30.744 kilometrdir. M nöqtəsindən 23-cü sual. M nöqtəsindən hərəkətə başlayan turist. Bir dənə M nöqtəsi götürək. Bu nöqtədən hərəkətə başladı turist. Əvvəlcə 0 dərəcəlik azimutla 10 kilometr. Yazdıq bura 10. Daha sonra qərb istiqamətinə 10 kilometr. Daha sonra bu istiqamətdə getdi 10 kilometr. Daha sonra cənub istiqamətinə 20 kilometr. Baxın, bu cür 20 kilometr yol gedir. Hərəkət edib N məntəqəsinə çatdı, N-ə çatdı. Onların başlanğıc nöqtəyə ən qısa yolla hansı azimutda qayıtmaları məqsədə uyğundur. Fikir verirsiniz, N-dən M-ə şimal, şərq istiqamətindən 45 dərəcəli azimutdan qayıtmağı daha məqsədə uyğundur. Bütövlükdə cənub yarımkürəsində yerləşən materikləri kəşf etmiş səyyahlardan deyil. Deməli, bütövlükdə cənub yarımkürəsində yerləşir Avstraliya, Antarktida. Bellingshausen Lazarev Antarktidanı kəşf eləyib, bunu çıxdıq. Yanson Avstraliyanı kəşf eləyib, bunu çıxdıq. Yerdə qalanları seçirik. Humboldt Mərkəzi Amerika və Cənubi Amerikada tədqiqatlar aparıb. Vasco da Gama Avropadan Hindistana gedən dəniz yolunu kəşf eləyib. Leif Erikson da isə Şimali Amerikanın şimal-şərq istiqamətinə səyahət edib. Ona görə 2, 3, 5 doğru cavabımızdır. Növbəti sualımız 25-ci sual. Uzunluğu 9 kilometr olan qaz kəmərinin topoqrafik xəritədə 20 cm olduğunu bilərək bu xəritədə miqyasın kəmiyyətinin neçə metr olduğunu hesablayın. Deməli, miqyas bərabərdir. Həqiqi məsafə bölünsün xəritədəki məsafə. İndi bizə cavabı metrlə istədiyinə görə gəlin 9 kilometri metrə çevirək. Kilometri metrə çevirəndə 3-dən 0 əlavə edirik. 9000. Onu da bölürük 20-yə. Xəritədəki məsafəyə. O da bərabər olur 450 metr. Cavab olur 450 metr. Növbəti sualımız 26-cı sualımız. Sxemə əsasən Bakıdan hərəkətə başlayan təyyarə 854 km/saat orta sürətlə şərq istiqamətinə 2 saat uçmuşdur. Uçaraq A məntəqəsinə çatıb. Təyyarənin getdiyi yol neçə dərəcə olduğunu müəyyən edin. Bakı şəhərindən başlayıb 854 km/saat o deməkdir ki, yəni 1 saata 854 km gedib. Bəs 2 saata nə qədər gedəcək? 854-ü vurduq 2-yə. Bu da elədir 1708.
1708 kilometr. İndi 1708 kilometri dərəcəyə çevirsək, 40 dərəcəlik enlikdə 1 dərəcəlik qövsün uzunluğu nəyə bərabərdir? 85/4. 1708-i bölürük 85/4-ə görə neçə dərəcə gedibdir bu təyyarə? Bu da eləyir 20 dərəcə. İndi Bakıdan, bax bura, A məntəqəsinə 20 dərəcə gedib. 50-dən 20 dərəcə şərqə gedib. Yəni 50 üstə gələk 20. Eləyir neçə dərəcə? 70 dərəcə. Bakıdan qərbə getsəydi 50-dən çıxacaqdıq. Amma Bakıdan şərqə getdiyinə görə, çünki şərqə getdikcə meridianlar artır axı. Ona görə 50-nin üstə gəldik 20, elədi 70 dərəcə şərq uzunluğu. Məntəqənin çatdığı coğrafi koordinatları təyin eləyin yazsaydı, yazacaqdıq 40 dərəcə şimal enliyi, 70 dərəcə şərq uzunluğu. Növbəti sualımız, uyğunluğu müəyyən edin. İcmal topoqrafik və topografik xəritələr. İcmal xəritələr kiçik miqyaslı xəritələrdir. Xəritələr miqyasına görə 3 cür olur. Böyük miqyaslı, topoqrafik, orta miqyaslı, icmal topoqrafik. Bir də icmal xəritələr, kiçik miqyaslı xəritələr. Böyük miqyaslı xəritələr 1 bölünsün 10 mindən 1 bölünsün 200 minə qədər əhatə edir. Baxaq görə burada böyük miqyaslı varmı? 1 bölünsün 15 min. Bəli, o aiddir. Çünki 1 bölünsün 10 mindən 200 minə qədər böyük miqyaslıdır. Orta miqyaslı icmal topografik xəritələr 1 bölünsün 200 mindən 1 bölünsün 1 milyona qədər əhatə edir. O zaman B ilə D 200 mindən 1 milyona qədər olduğuna görə B ilə D icmal topografik olur. İcmal xəritələr isə 1 milyon və daha kiçik xəritələrdir. Yəni C və Y. Cavab olur 1-ə C, 2-yə B-dir, 3-ə A. Situasiya veribdir bizə. Situasiya üzrə məsələn baxırıq plan veribdir. Planda da kiçik ölçü ərazilər, kiçik sahələr təsvir edilir. Bəzi deməli şərti işarələrdən istifadə olunub. İndi bizə suallara baxaq. Deyir ki, planda konturlu şərti işarələrlə hansı coğrafi obyektlər təsvir olunmuşdur? Fikir veririk, konturlu şərti işarələrlə kolluq verilib, hər iki tərəfdə kolluq verilib. Ondan sonra göl verilib, konturlu şərti işarələrlə. Bu tərəfdə üzümlük sahəsi verilib. Deməli yazırıq üzümlük, göl, kolluq, sonra kəndin işarəsini verib, kənd. Yəni bunlar konturlu sahəvi şərti işarələrdən istifadə eləyib. Növbəti sualımıza baxırıq. Planda göstərilmiş AB nöqtələri arasında yol 15 sm olarsa, onun həqiqi uzunluğunu hesablayın. Aha, yəni deyir, A ilə B arasında planda 15 sm məsafə var. Həqiqi məsafəni tap. Miqyası verib 1 bölünsün 5000. Buradan 2 0 silsək, metrə çevirsək, qalacaq 50. 50-ni də 15-ə vuranda 50-ni də 15-ə vuranda eləyir 750 metr. Deməli, həqiqi məsafə olur 750 metr. Həqiqi məsafəni tapdıq. Bizə verilən sualın birini tapdıq. Yəni, 50-ni vurduq 15 elədi 750. İndi deyir ki, bu yol üzərindəki yel dəyirmanının A nöqtəsindən hansı istiqamətə yerləşdiyini müəyyən eləyin. Yel dəyirmanına baxırıq. Burada yerləşir. Yel dəyirmanı A nöqtəsindən hansı istiqamətdə yerləşir? Yel dəyirmanı A nöqtəsindən şimal, baxın, yel dəyirmanı A nöqtəsindən şimal-şərq və yaxud da 45 dərəcəli azimutda yerləşir. Aha, bunu da tapdıq. Hansı istiqamətdir? Bəli, yazırıq şimal-şərq istiqamətinə yerləşir. 30-cu sualda plandakı gölə ən yaxın horizontalın mütləq hündürlüyünün nə qədər olduğunu müəyyən eləyin. Fikir veririk, horizontallar 5-5 deməli artır, 145, növbəti 150. İndi burada 140 olmalıdır. 140, 145, 150. Kəsmə hündürlüyümüz çünki 5-dir. O zaman gölə ən yaxın olan horizontal 140 metrdir. Yəni cavab olur elə 140 metr. Diqqətinizə görə minnətdaram.